Hadi Esma. Bir nefer. Koy Beylagan. Beylagan. Gel kardeş gel. Ay ki neyinirsən? Kardeş onsuz da hamı eyni qiymətə varır da gel kardeş gel. Mən başqa yerə gedirəm. Məndən tez çıxan olmayacaq. Mən sənlik deyirəm, Ay kişi, mən sənlik deyirəm. Gel kardeş gel. Məndən tez çıxan olmayacaq. Otur gedək, otur. Hara qoyursan sumka? Gel. Yaxşı. Mən indi səni Xırdalan yolu ilə Beyləqana yola salım, sən də bax. Gələm, yaxşı ki, bu şəhərin probkasından çıxdıq. Ağsaqqal. Amoğlu, səndən nə? Səndən də soruşmadım. Beyləqanın özünə getsən, hə? Yox, Xırdalana. Yaxın zarafat edirsən, hə? Nə Xırdalan? Xırdalan şəhərinə də. Ay kişi, sən nə danışırsan? Mən Beyləqana gedirəm, hə? Mən də Xırdalana gedirəm də. Sən mənlə məzələnsən, Xırdalana gəlsən bu maşını oturmuşsan, hə? Bu Beyləqan maşını, minməmişdən qabaq deyərdin Xırdalana gedirəm. Ay ki, imkan verdin ki, aldın əlimdən sumkanı, bastın bagaja. Qardaş, bu maşın Kürdəmirə getmir. Nə Kürdəmir? Mənim Kürdəmirdə nə işim var? Necə nə işin var? Sən gördün bayaqdan Kürdəmir qışqıran. Ay kişi, nə Kürdəmir? Mənim Kürdəmir taksilərindən zarafatım var. Ona görə bir iki də belə qışqırdım Kürdəmir. Nə zarafatı? Dolanmısan sən cəmaatı? Baba, mən axı Masallıya gedirəm. O oğlan mənə dedi ki, bu maşın Masallıya gedir. Oğlan kimdir? Kimdir oğlan? Məni sənin yanına gətirən oğlan. O əvvəlki maşında əyləşmişdim ha. Həmin o şofer. Ay mənim günümə bax, mənim günümə bax. Ay kişi, dünən klient düşmüşdü. Mən ona görə Masallıya getmişdim. Bu taksi Beyləqan taksisidir. Başa düşdünüz? Mən Beyləqana gedirəm. Beyləqana. Başa düşdün? Beyləqan. Eşitdin? Deyirəm Beyləqana gedirəm. Beyləqan. Masallıya 3 nəfər klient var. Mənim işim çıxdı. Mən gedirəm. İstəyirsən sən onları apar.